tam təmənnasız xidmət göstərilir və bununla yanaşı az təminatlı ailələrə də dəstəyim çox oldu. Pandemiya dövründə, ondan sonraki indiki dövrlərdə də himayəmdə olan bir neçə ailə var. Hansı ki, onların aylıq kira haqlarını özüm ödəyirəm. Allah güc qüvvət versin, daha çoxunu edə bilim. Və atamın adına bir xeyriyyə fondum var. Hansı ki 2-3 il öncəyə qədər bundan tək istifadə eləyirdim, özüm eləyirdim hər şeyi. Sonra mənim dostlarım dedi ki, Nərmin, bəs biz də sənin bu xeyir əməllərinə qoşulub savab qazanmaq istəyirik. Elə bu minvalla çıxdıq yola, bir xeyriyyə fondu təşkil etdik. Həmin fondda da çox yox, ən azı bir əvvəl çox idi, 100-dən çox üzvümüz var idi. Onu 50-50 gətirib 40-da dayanmışıq. Zaman zaten ən yaxşıları seçir. Bəli, 40-da dayanmışıq və həmin o 40 nəfərlə elə bir yoldayıq ki, hər ay, məsəl üçün, bir neçə qızımızı köçürdüb cehizini vermişik. Az təminatlı ailələrdə. Daha sonra bir neçə ailənin aylıq kirayə haqlarını ödəyirik. Bir neçə ailənin aylıq ərzağı bizlikdir. Məsələn, bir uşaq evi var ki, Ramanda Nur uşaq evi, hansı ki, mən öz övladlığa götürdüyüm uşağı da oradan götürmüşəm. O uşaq evi artıq 7 ildir ki, mənim himayəmdədir. Gücüm çatan nə varsa dəstək olmağa çalışıram. Orada da 35-40 uşaqdır. Nə lazımdır, onlara da köməklik göstəririk hər ay. Müəyyən qədər, məsələn, dostlarımız var, buradan Hacı Rasimi salamlayıram, Rasim qardaşımı, onun da çox böyük dəstəyi var mənə. O xeyriyyə fondunun bütün üzvlərini salamlayıram, maşallah olsun. Yəni, hər kəsin büdcəsindən 5 manat belə, o özü böyük bir şeydir, deyir, dama göl olar. Birlikdən də qüvvət doğur. Bəli, əsas odur, bu sənin qəlbindən gəlir, əsas odur, sən onu istəyərək edəsən. Biz niyə elədik fondda 120 nəfərdən 40 nəfər saxladıq? Çünki göstəriş üçün olunan bizə lazım deyil. Zaten deyir, hər şeyin, ibadətin belə gizli olanı məqbuldur. Yəni, nə edirsənsə, o sənin ürəyindən gəlmirsə, zaten o qəbul deyil. Yəni, bunu ya sidq ürəyinlə istəyib etməlisən. Bir yerdə yarı yolda qalır o iş. Əgər ürəkdən deyilsə. Ürəkdən deyilsə, zaten qaldı. Zaten qaldı. Orada göstəriş üçün olunan çoxları var idi. Ay, mənim adımı çəkin, məni reklam edin. Biz onu reklam xatirinə yaratmamışıq. Və xeyriyyə fonduna da, Şəhid Şaban Cəfərov adına xeyriyyə fondudur. Həmin fondla da görülən heç bir iş sosial şəbəkədə paylaşılmır. Sadəcə bizim bir WhatsApp qrupumuz var. Göndərilən iyanələr hamısı orada toplanır və çeki ilə təqdim olunur. Ay sonu mühasib hesabatını verir ki, kimə nə oldu, kimə nə etdik. Yəni, bugünə qədər orada görülən heç bir işin, heç bir sosial şəbəkədə heç kəs deyə bilməz ki, Nərmin bunu paylaşıb. Yəni, biz onu göstəriş üçün etmirik. Qəlbimizdən gəlir, ürəyimizdən gəlir. Məsələn, ayda bir ailəni və yaxud da bir neçə ailəni sevindirə biliriksə, nə xoş bizə. Yəni, Allah bunu hər adama da qismət eləmir. Yəni, biz bugün yenə deyirəm, nəyinsə peşində deyilik. Xeyirxahlığın, insanlığın, insani keyfiyyətin peşindəyik. Yəni, hər kəsə yetəri qədər yardımımız, dəstəyimiz toxunsun. Və mən bu mərkəzi də təsis edəndə ilk öncə Ener İnkluziv mərkəzi idi. Dəyərli psixoloqumuz Ramidə xanımla bərabər təsis etmişdik. Və elə oldu ki, sonra bir il sonra bizim yollarımız ayrıldı. Yəni, çünki onun da maşallah olsun işləri çoxdur və onun da 2 mərkəzi var, işini çatdıra bilmirdi. Ona görə məsləhət olundu ki, hər kəs ayrı fəaliyyət göstərsin. Buradan salamlayıram Ramidə xanımı da. Və sonra bizim yolumuz ayrıldı və mən atamın adına mərkəz təsis etdim, Bay Şaban İnkluziv Senter. Artıq 6 aydan çoxdur ki, fəaliyyətdədir. Ümumi 2 illik fəaliyyətimiz var mərkəz üzrə, ancaq yeni yaranmış mərkəzimiz 6 aydır fəaliyyətdədir. Yenə məsuliyyətli bir hədəf seçmisiniz. Məsuliyyətli bir işdir, hansı ki, sırf spektrli uşaqlardır, sırf həssas təbəqənin inkluziv uşaqlardır və onların tədrisi, təhsili, təlimi, hər bir şeyi bizdən asılıdır. Və böyük bir məsuliyyətdir. Mən də elə bir insanam ki, mən vicdanımla çalışan insanam və məsuliyyətimi dərk edən insanam. Məsələn, mən bütün gün işimin başındayam və heç nəyi boş buraxmıram. Hər şey öz nəzarətimlə olunur və bizdən nəticə almayan uşaq böyük yoxdur. Maşallah olsun, çox say deməyəcəm gözə gələri, çox böyük nəticələrimiz var. Nərmin xanım, bilirik ki, Bakıda inklüziv mərkəzlər, ümumiyyətlə mərkəzlər çoxdur. İstər inkişaf mərkəzi olsun, istər təhsillə bağlı olsun, istər bu cür autizmli uşaqlarla bağlı olsun. Amma fərqliliklər öz sözünü deyir. Bəli. Sizə müraciət edənlər niyə sizi seçməlidirlər? Bizə müraciət edənlər bizə ona görə seçirlər ki, bizdə həm xüsusi qayğı göstəririk. Səhər saat 9:00-da uşaqlar gəlir. Axşam saat 18:00-a qədər biz onların bütün qayğılarını çəkirik. Onların psixoloji, loqopedik, MBT, duyu bütünləmə, özünə qulluq vərdişləri, tualet təlimləri, bunlarla yanaşı təhsil, yaş qrupları var. Hazırlıqları. Bizdə yaş həddi yoxdur, amma yaş qrupları var. İstənilən yaşda götürürük. Məsələn, ibtidai sinif hazırlıqlarına qədər biz tam uşağı sıfırdan götürüb tam bərpa edirik.
Yəni bizdə məsəl üçün maşallah olsun mütəxəssislər çox peşəkar mütəxəssislərdir. Mən 3 ildən aşağı staj olan heç bir mütəxəssis işə götürmürəm. Ən azından inklüziv təhsil, inklüziv təlim elədir ki, ona peşəkar bir mütəxəssis lazımdır və vicdanlı bir mütəxəssis lazımdır ki, hər uşağa öz balası, öz övladı kimi yanaşsın. Məsələn, mən orada bütün uşaqlara həm çox ciddi rejimdəyəm, həm də çox diqqət qayğı göstərəm. Uşaqların hər biri məni sevir, mən onları çox sevirəm. Hər birinə öz balam kimi yanaşıram, öz övladım kimi qayğı göstərirəm. Məsələn, bu bizim də başımıza gələ bilər və heç kəs heç nədən sığortalanmayıb. Biz bilmirik ki, sabah bizim övladımız necə ola bilər, sabah bizim özümüz şəkildə bəli. Ona görə həyatda hər hansı bir işsə görürsənsə, yəni hara nəyə imza atırsansa, ora ilk öncə vicdanınla imza atmalısan. Sözsüz. O vicdan varsa, inanın ki, Məlikə xanım hər şey öz yolunda gedəcək və bizə gələn bu günə qədər uşaqların heç biri nəticəsiz qalmayıb. Və digər sponsorumuz Bay Şaban İnklüziv Center, autizm, Down sindromu, serebral iflic, əqli gerilik, psixi inkişaf ləngiməsi olan uşaqlar üçün peşəkar və qayğıkeş dəstək məkanı axtarırsınızsa, bu ünvan sizin üçün ideal bir ünvandır. Xidmətlər haqqında məlumat vermək istəyirəm. Fərdi inkişaf proqramları, uşaqlarda davranış pozuntuları, loqoped və psixoloji dəstək, davranış terapiyası, sosial bacarıqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün uyğunlaşdırılmış dərslər, hər yaş qrupuna uyğun peşəkar yanaşma, gündə 3 dəfə qidalanma və valideynlərin onlayn vasitəsilə müşahidə imkanları da mövcuddur. Bundan əlavə bioenerji seansları, meditasiya və rahatlama, psixoloji dəstək, fərdi seanslar, hicama xidməti, gümüş əlcəklə və xüsusi masaj və eyni zamanda digər masaj xidmətləri, satu terapiyası mövcuddur. Bay Şaban İnklüziv Mərkəzlə əlaqə və qeydiyyat üçün 055 960 18 13 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Çox şükür, Allahın böyüklüyünə şükür ki, həm o kimin adınadır, orada hansı bir ruh dolaşır. Bəli. Və hər gələn uşaq ilk 3-cü günündən valideyn təşəkkür edir. İlk 3-cü günündən. Sıfırdan nitqi olmayan uşaqların nitqini açmışıq. Davranış pozuntusu olan uşaqların davranışı tam bərpa olunub. Autizm spektrli uşaqlarımızdan bizim 9-u liseyə girdi bu il, maşallah olsun. Yəni spektrdən müəyyən qədər azad olundular. Vaxtında üzərinə düşmək olursa əgər məsələn 2 yaşından, 3 yaşından artıq spektrdən də azad olmaq olur. Sadəcə yenə deyirəm, valideyn məsuliyyətli olmalıdır. Tam ora toxunacaqdım. Valideynin üzərinə nələr düşür? Bizim burada valideynə çox ehtiyacımız olur. Çünki valideyn anlaqlı olanda, valideyn bizi anlayanda və valideynin özü uşağın xəstəliyini, uşağın durumunu qəbul edəndə bizə işləmək daha rahat olur. Çünki valideyn qəbul etməyəndə, məsələn, valideyni izah edirsən ki, sən müəyyən qədər gecikmirsən, deyək ki, 5 yaşında, 6 yaşında uşaq gətirib və valideyn məndən ilk 10 günə, bir həftəyə nəticə istəyir. Və izah edirəm ki, 5 ildir getmirsən müəyyən mərkəzlərə. Almısanmı o nəticəni? Deyir, yox. Deyirəm, ona mənə zaman lazımdır, mənə vaxt lazımdır. Mən vaxt demirəm, amma ilk bir həftəsində elə bir nəticə ilə valideynin önünə çıxıram ki, valideyn artıq mənə ikinci kəlməni deyə bilmir. Artıq o güvəni hiss edir. Bəli. Və valideyndən cəmi mən 1 ay 10 gün, elə olur ki, 10 gün vaxt istəyirəm ki, mənə 10 gün vaxt verin. Çünki mən göydə Allaha, yerdə özümə güvənirəm və öz peşəkarlığıma, öz savadıma və öz kollektivimin peşəkarlığına güvənirəm ki, biz nəyi necə edə bilirik və hansı nəticəni hansı gündə verə bilirik. Mümkün deyil ki, bizim mərkəzə gələn uşaq nəticə almasın və biz çox uşaq götürmürük. 10